Başlayalım. Xoş gördük hər kəsi, dəyərli izləyicilərimiz. Mən yaxşıyam, ümidvaram siz də yaxşısınız. Mən gözəl evlər çəkəndə, sizlərə təqdim eləyəndə keyfim də yaxşı olur. Bugün yenidən Mərdəkanda daimi yaşaya biləcəyiniz bir yerdəyik. Teymur Quliyev sanatoriyası var. Havası möhtəşəmdir, yəni havaya söz ola bilməz. Yayda da, qışda da rahatlıqla əyləşə bilərsiniz. Ev həyətdə də yəni. Qışı da əyləşə bilərsiniz, o qədər gözəl havası var. Bax, burada maşın saxlaya biləcəyiniz bir yeri. Bayır tərəfdə də maşın saxlaya bilərsiniz. Deyəcəm, yavaş-yavaş gəlirik də, məni niyə tələstirirsiniz? YouTube videosunu sevirəm, yavaş-yavaş, danışa-danışa gedirik. Burada həyətin sanitar qovşağı. 3,7 sotun içində yerləşir bu ev. Ümumi sahəsi 160 kvadrat metrdir. Gələk o ən vacib məsələyə, ürək ağrısı dediyimiz yerə, pula 315 min manatdır. Burada start qiymətdir, bəli. Burada hovuzun filtr sistemi, yanında su ambarı, ehtiyat igidin yaraşığı. Allah dövlətimizin canını sağ eləsin. Suyumuz da var, qazımız da var, işığımız da var. Yəni Mərdəkanda daimi sudur. Bax, bu da sizin besetkavız. Burada manqalınız, burada da yanında kiçik bir mətbəxi, qablarınızı yuduz. Evin ətrafına dövr eləmək üçün burada bir dənə qapı qoyublar, keçid. Kombi arxadadır. Bura mətbəx, mətbəxdən bayıra çıxış. Yəni xanımlar əziyyət çəkməyəcək evdə. Ya Allah, daxil olduq evə. Daxil olduq evə, biz arada bir güzgülərdə düşürük, ona görə də videolarımızı kəsirik. Burada mətbəxi bayırdan göstərmişdim sizlərə. Qapısını belə açdıq. Belə reisli qapıdır, bağladıq. Bunun uşağın gücü çatmaz burada. Burada dolabları, gəlin zalını da göstərim. Rəng tonları qəşəngdir. Adam üstündə Allah var, gözəl rəng tonlarından istifadə ediblər. İndi bilmirəm videoda nə qədər düşür. Amma mən bəyəndim. İnşallah siz də bəyəndinizsə, orada like'larınızı gözləyirəm Allahın köməyi ilə. Burada da bir yataq otağı və yenə də özünün sanitar qovşağı. Qapıların hündürlüyü 2 metr. Ya 40'dır, ya 60'dır. Hələ bizim o sporumuz gedir. 2.60'da başım bağlayaq. Gəl bu qapıları 2.60'dan razılaşaq. Siz komentaryalarda xahiş eləm yazın, bu qapıların hündürlüyü nə qədərdir? İlk öncə sənin boyunu deyim, 1.82. 1.82, mənim boyum 1.80-dir. Bu qapıda olsun 2.40 olsun da, yəni 2.60 olsun, yaxşı, maksimum. Keç, yaxşı, keç. Sonra sporlaşarıq. Burada keçirik. Demək, o yataq otağını gördünüz. Çamaşırxana var burada. Orada paltar yuyanın yeri. Yaxşı düşünüblər. Burada da ümumi sanitar qovşağı. Qəşəng. Burada da yataq otağı. Mən bəyəndim, inşallah siz də bəyənərsiniz. Allah hər birimizə bax, bundan daha yaxşı, bundan daha gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Özünüzdən müğayət olun, canınız sağ, ömrünüz uzun olsun. Sağ olun, görüşmək ümidiyle. Hələlik.